Bismillahirrahmanirrahim və bihi nəstəin və huvə xeyrun nasirin və muin. Əziz Təfəkkür 114 TV-nin izləyiciləri, hər birinizi salamlayıram, hər birinizi xoş gördük. Yenidən sizlərlə bir araya gəldik. Yönləndirdiyi suallarınızın çox keyfiyyətli olmağını nəzərə alaraq və çox mənalı, düşündürücü suallar olduğunu nəzərə alaraq yenidən bir veriliş hazırlamağı düşündük. Suallardan biri budur ki, huzuru necə tapaq? Əslində, huzur məqamı insan üçün hədəf deyil. Bu bir haldır. Yəni, insan onun dalında, arxasınca olmamalıdır, onun dalınca düşməməlidir. Ki, mən hökmən huzurlu olum. Bu bir haldır. Halı ələ gətirmək lazımdır sadəcə. Əslində, huzur çöldə də deyil, insanın içində də elə. Sadəcə sənin hazırlaşman lazımdır. İnsan hazırlaşsa, o huzuru tapacaq. Cəlaləddin Ruminin bir gözəl sözü var. Huzur Allahın qəlbdə daimi yerləşməsidir. Artıq qəlb Allahsız yaşaya bilmir. Onunla düşünər, onunla sevər, onunla səbr edər və bu həyat dünyada cənnət iqlimi kimidir. Huzurlu qəlb hər şeyə xoş gəldin deyər. Çünki bilir ki, gələn Allahın göndərdiyidir. Huzur Allahın hökmünü gözəl görməkdir. Huzur çöldəki fırtınanın bitməsi deyil, fırtına daim olacaq. İçdəki fırtınaya razıyam deyə bilməkdir. Çoxu huzuru səssizlikdə axtarırlar. İnsanlardan uzaqda, tətildə və s. də axtarırlar. Bunların əslində həqiqi huzur olmamasını deyə bilərəm. Əsl huzur qəlbdə başlayır. Və Allahın hökmünü qəbul edən qəlb təklikdə də, çoxluqda da elə huzurludur. Təslimiyyəti biraz daha aça bilərsinizmi? Təslimiyyət əslində vaz keçmək deyil, passivlik də deyil. Həyatın ən ali, ən böyük varlığa, ən uca yaradana həyatını güvənmək deməkdir. Əslində, insan dirənməyi buraxanda həyat sənə daha yaxşı davranacaq. Onu öyrənməkdir. İnsan bunu bilsə, daha rahat təslim olar. Növbəti sual eləmisiniz, şəfa tapmaq nə deməkdir? Şəfa tapmaq sadəcə ağrının keçməsi demək deyil. Sağalmaq, yenidən Allahla bağ qurmaqdır. Əlbəttə ki, bu mənəvi xəstəliklərlə bağlı olan şəfadan gedir. Yenidən Allahla bağ qursa insan sağalacaq. Mənəvi xəstəliklərdən uzaqlaşacaq. Çünki ağrı əslində elə o Allahla olan bağın qopduğu yerdəki olan yanğıdır ki, insan onu hiss eləyir. Ən yaxşı dua hansı haldır? Ən yaxşı dua halı daha doğrusu hansıdır? Bəli, hansı haldır? Qəlbin əslində səssizcə elədiyi duadır. Belə dua dildəki duadan çox təsirlidir. Muhyiddin Ərəbinin bir gözəl sözü var. Dilin zikri səs çıxardar, qəlbin zikri isə nur çıxardar. Yəni insan bu qədər dillə dua eləməlidir ki, ta qəlbinə onu anlatsın. Qəlb özü işə düşəndən sonra dilə ehtiyac olmur. Qəlb özü artıq o zikri edir. Növbəti sual eləmişsiniz ki, mən övladımı həddən ziyadə çox sevirəm, onu itirməkdən qorxuram da. Nə edim? Hər sevgi ki, Allahdan, Allaha olan sevgidən çoxdur, bu Allaha zülümdür. Bir dənə bunu zehnimizə əbədi olaraq yazaq. Hər sevgi ki, Allahdan, Allah sevgisindən çoxdur. Yəni, nəyi, kimi Allahdan çox sevəcəksən, orada bir zülüm eləyəcəksən, bir haqsızlıq eləyəcəksən. Yəni, heç kəsin haqqı yoxdur Allahdan çox sevilə. İman nə deməkdir sizcə? İman Allah vardır demək deyil əslində. Əsl iman Allahın hər etdiyində bir xeyir vardır deyə bilməkdir. Əsl iman budur. Bəs huzura çatan qəlbin xüsusi bir özəlliyi varmı? Yəni, yəqin bilmək istəyirsiniz ki, necə bilək huzura çatıb bu qəlb yoxsa yox. 3 dənə özəlliyi var.
etiraz eləməz, başına gələni sorğulamaz. Niyə başıma gəldi, nə üçün, niyə elə məni gördü Allah? Bu sözlər heç biri onun ağlının ucundan belə keçməz. Şikayət eləməz və hər şeydə də bir hikmət axtarar. Daha doğrusu görər, hikməti görər. İkincisi, bu da gözləntisiz olanlar olar. Gələni də qəbul eləyərlər, yəni hazırlıqlıdırlar, gələni qarşılamağa hazırlıqlıdırlar. Üçüncü, özəllik sabit qalarlar. Nə nemətlə coşarlar, nə də müsibətlə çökərlər. Belə ev əslində Allahın evidir. Çünki Allah belə qəlbə enir, huzursuz qəlbə enmir. Növbəti sual, məni incidənləri bağışlamaq istəmirəm, nə edim? Unutmamalıyıq ki, bağışlamamaq bizi incidənlərə zərər vermir. Əksinə özümüzü məhv edir. Bu əslində onların deyil, bizim problemimizdir. Allah Teala isə deyir ki, özünüzü mənə bənzədin. Mənim kimi olun. Necə mən bağışlayıram, heç bir təmənna olmadan siz də digərlərini bağışlayan olun. Valideynlərindən çox incimişəm, çox qırılmışam. Nə edim? Övladım, valideynləri günahlandıranlar öz əl qollarını bağlayırlar. Həm də qurban olaraq qalmağı seçirlər. Onlar problemlərini əbədiləşdirirlər. Baxın əzizlər, sizi kimin və necə incitdiyinin əhəmiyyəti yoxdur. Keçmişdə sizə nə öyrədildiyinin də əhəmiyyəti yoxdur. Bu bir psixiatrın sözüdür və əsas bugün siz özünüzsünüz, belə deyək. Çıxın bu döngüdən, çıxın bu dairədən. Bir misal deyək. Bilmirəm, bəlkə də əvvəlki verişlərdə bu misalı demişəm. Fərq eləməz. Təkrarda da bir fayda vardır. Sanki bir palçığa yıxılmışsan küçədə, paltarın üstün başın batıb. Elə o cürə bir ömür qalacaqsan, yaşayacaqsan palçığın içində. Yox, duracaqsan, gəlib paltarlarını çıxardacaqsan, yuyunacaqsan, təzə paltar yeyəcəksən. O paltarları da yuyacaqsan, qurudacaqsan. Yəni bu cürə. Bitdi artıq. Palçıqdan əsər-əlamət qalmadı. İnsan bir dənə bunu bilməlidir ki, mənəvi cəhətdən də bu hal ələ gətirsə, o heç vaxt nə qurban olmayacaq, nə qurban olaraq qalmayacaq, nə də heç vaxt özünü əzdirmiş sayılmayacaq. Deməli, sənin dəyişmən çətin deyil. Sənin daxilində bir ordu qədər qüvvə var. Onları sadəcə səfərbər eləmək lazımdır. Əgər səfərbər eləsən, qurtulacaqsan. Valideynləri bağışlamaq səbəb olur, özünü də bağışlayasan. Özünü bağışlayanda isə özünə güvən gəlir. Bunu unutma. Bədən və ürək də sağalmağa başlayır. İnsan daxili rahatlıq tapdıqdan və özü ilə barışandan sonra həyatın daha xoş və mənalı olduğunu görür. Yeni bir sual, qəlb psixologiyası bizə nə verdi? Qəlb psixologiyasının cəmiyyətimizi təhdid edən ən böyük təhlükələrindən biri budur ki, cəmiyyətimizdə dəyərlərlə antidəyərlərin yeri dəyişdi. Misal, qızla oğlanın dostluğuna nəinki pis baxılır, Hətta gələcəyi və doğru həyat yoldaşı seçimi üçün lazımlı və zəruri hesab edilir. Bu bizim qəlb psixologiyasının bizə verdiyi ən böyük təhlükələrdən biri budur. Bugün əslində media həyatımızın inkar olunmaz bir həqiqətlərindəndir. O, ailənin başını qatan, boş vaxtlarını dolduran bir vasitə deyil. Kimlər ki, bunun üçün istifadə edirlər, başımı qatan, vaxtımı, boş zaman itirmək üçün sosial şəbəkədə qalıram. O deyil məsələ. Çünki medianın əsl işi elə tərbiyədir. Və media evlərimizə daxil olub, övladlarımızın vizual qidasına çevrildikdən sonra gözləri ilə görürlər, artıq onu qəbul edirlər. Onlar üçün sağlam bir tərbiyə mühiti gözləməyimiz əbəsdir. O yüzden də valideynlər öz uşaqlarına daha çox vaxt ayırmalıdırlar və statistikada bunu göstərir ki, 50% ailələrdə artıq rahatlıq demək olar ki, yoxdur. Yeni bir sual, qadın xoşbəxtliyi haqqında nə deyə bilərsiniz? Qadın xoşbəxtliyi cəmiyyətin xoşbəxtliyi ilə düz mütənasibdir. Yəni, qadın xoşbəxtdirsə, cəmiyyət də xoşbəxtdir. Çünki cinsi mənsubiyyətinə görə qadın mənən güclü bir varlıqdır.
və ictimai, siyasi, mədəni həyatda mühüm rola malikdir. Yəni, xoşbəxt qadın, xoşbəxt uşaq deməkdir. Xoşbəxt uşaq, xoşbəxt cəmiyyət və xoşbəxt gələcək deməkdir. Yeni bir sual budur ki, qəlbimizdəki əzab verən qorxu və ümidsizliyi necə dəf edə bilərik? Qısa cavab verərdim. Allaha inam və qəti əminliklə dəf etmək olar. Allaha inam və qəti əminliklə. İslamda şuuraltını necə izah edərsiniz? İnsanın qəlbinin dərinliklərində nə düşünsə, insan elə odur. Şuuraltısı da odur. Yəni, qəlb elə şuuraltıdır. Bunu İslamın sözündən əlavə Joseph Murphy də bunu təsdiqləyir və şuuraltın sənin hafizənin xəzinəsidir, deyir o da. Fərqindəliyi necə izah edərsiniz? Fərqindəlik, yəni ruh bilir ki, nə gəldisə doğru zamanda gəldi. Ruh yəni buna hazırdır. Və dərs tamamlandı. Yəni mən dərsimi aldım və getdi. Qalmadı məndən, getdi. Gələnlər, gedənlər və qalanlar hər biri mənə toxundu, yəni təsir etdi. Bəziləri məni qırdı, bəziləri məni ucaltdı və sonda hər birinin mənə nəyi öyrətdiyinə, göstərdiyinə baxa bilmək və görə bilməkdir fərqindəlik. Elə bilirəm, izah edə bildim. Niyə bəzi insanlara negativlik təsir etmir? Hətta tam tərsinə girdikləri hər ortamı aydınlandırırlar. Toxunduqları hər insana ilham verirlər. Sirri nədir? Doğuşdanmı şanslıdırlar? Cavab veririk. Xeyr. Onlar həyatın ən təməl qanunlarından birini anlayıblar. Tanış olmadığın öz qaranlıqların sənə geri dönər. Onlar öz qorxularını, enerjilərini nəyin tükətdiyinə tanış olublar. Daha doğrusu onu yönətməyi öyrənmiş insanlardılar. Və belə insanların əlamətlərindən biri də budur ki, onlar özlərinin günəşidirlər. İndi sual edə bilərsiniz, nə deməkdir bu? İsinmək üçün başqa ulduzun parıltısında olmaq zorunda deyirlər. Yəni ona ehtiyac görmürlər. Parlamaq üçün başqasının işığını yansıtmazlar. Öz enerjilərini özləri toplayarlar. Heç kimdən layiq, onay, tərif gözləməzlər. Yeri gəlmişkən onu da deyim ki, bu bitməyən bir dilənçilik kimidir. Saydıqlarımız sevgi dilənçiliyi, onay dilənçiliyi, enerji dilənçiliyi və s. Başqalarının ki, nə düşündüyündən asılı olmaq. Heç kəsin tərifi onu öz halından çıxartmır. Sərhəd qoymağı bacararlar. Biri şikayət etdikdə mövzunu dəyişərlər. Dinlərmiş kimi edərlər, amma enerjisini o söhbətə axıtmazlar. Lazım gəlsə o söhbəti gözəlcə bitirərlər və oradan uzaqlaşarlar. Fürsət gözlükləri ilə baxarlar. Baxış açısını daha doğrusu dəyişərlər. Yəni gözlüyü dəyişərlər ya yeri dəyişərlər. Əslində heç bir hadisə özlüyündə pis və ya yaxşı deyildir, onu bilirlər. Ona mənanı verən bizim gözlüklərimizdir. Başqası o hadisələrə mənfi məna yükləyəndə belə adamlar müsbət baxarlar. Özlərinə belə sual edərlər, bu hadisə mənə nəyi öyrətdi? Artıq qurban deyilsən, çünki bu zehniyyət dəyişimi həyatdakı hər şeyi dəyişər. Artıq qurban deyilsən, artıq oyunların oyuncağı deyilsən. Sən hər durumu öz lehinə çevirəcək bir insansan. Hər fürsətdən bir dəyər tapar, bir şey çıxardar, hikmət axtarar. Sonra belə insanlar keçmişdəki yükləri buraxmağa üstünlük verərlər. Yəni, əffə daha çox gedərlər, bağışlamağa. Onlar bilərlər ki, əff etmək bir haqsızlığı təsdiqləmək deyildir. Hər şey unuduldu demək də deyildir. Əff etmək özünə etdiyin bir yaxşılıqdır sadəcə. Əff etmək səni azad edər, bunu bilərlər. Belə insanlar bədən və zehnin ayrılmaz bir bütün olduğunu inanarlar. Ruhən nə qədər yüksək olsan da, bədən yorğun olarsa, enerjin düşük olacaq. Hərəkət, yürüyüş, sağlam qida, təbii qida və yuxu da buna nədir? Daha çox gözəl təsir verəcək. Yuxu bədənin və zehnin özünü sıfırladığı kimi həm də təmir etdiyi bir zamandır. Bədəni və zehni sıfırladığı kimi həm də bədəni və ruhu neyir? Təmir edir.
Onlar bilirlər ki, belə insanlar bədənə yatırtdığın hər bir yatırım ruhsal enerjinə edilən bir yatırımdır. Onlar indiki var olan anı yaşamağı bilirlər. Daha doğrusu onu seçirlər, üstünlük ona verirlər. Onu anlayırlar. Çünki keçmiş yoxdur, gələcəkdə hələ olmayıb. Mən indiki ana odaklanmalıyam. İndiki ana diqqətini yönətdiyinin fərqində olurlar. Enerji nə qədər çox versən, o qədər çox artan bir şeydir. Bunu da anlayırlar. Necə bir şamla 1000 şamı yandırsaq, sənin şamının işığı azalmayacaq. Əksinə, otaq daha çox işıqlanar. Bunu anlayırlar, bunun fərqindədirlər. Belə insanlar çox cömərtdirlər, bir enerji kanalıdırlar. Başqalarıyla paylaşandılar, verdikcə özünə qayıdar çünki. İnsanlar belə adamların yanında olmaq istərlər. Onların daha doğrusu enerjisi çox çəkicidir. Belə insanlar obyektiv olarlar, haqsız yerə tərəf tutmazlar, təəssübkeş olmazlar. Onlar yalnızlıqdan qorxmazlar, tam əksinə yalnızlığa ehtiyac duyarlar bəzən. Onlar xeyir deməyə yerində bilirlər. Qorxu və ya nədənsə istəmədiyi şeylərə bəli deməklə əslində xeyir deyirlər. Yəni bunu da bilirlər. Bir vahid məqsədləri olar. Belə insanlar həyatın bir oyun olduğunu anlayıblar. Bəzən uduş, bəzən uğursuzluq bunların da fərqindədirlər. Bu həyatda normaldır, ola bilər, olmalıdır da. Yıxıldıqda da üstlərini təmizləyib oyuna davam etməyi lazım olduğunu bilirlər.